Mobil rabitə artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Onsuz gün keçirmək çətinləşib, amma kifayət qədər yüksək olan qiymətlər son günlər bir qədər də artıb. Bu dəyişikliklər sosial şəbəkələrdə ciddi narazılıq və geniş müzakirələr doğurub. Bəs görək paytaxt sakinləri bu barədə nə düşünür? Mobil operatorların qiymət siyasəti nə dərəcədə ədalətlidir? Bu siyasətdən razıdırlarmı? Razı deyiləm. Gəlirimizi ödəmir. Heç nə yerə birdən məsələn çox pul çıxırlar da. Tutaq ki, məsələn 10 manatlıq kontur vururam, durduq yerə özlərinə pul çıxır. Məsələn zəng vururam ki, şeydir də, bakseldən bunu bağlayın. Deyirlər ki, bağlamışam, amma təzədən çıxır. Yəni hal-hazırda qiymətin artması ilə yox narazıyam. Yəni ki, inflyasiya dövründə, yəni maaşlar aşağı olan vaxtı o dururdu ki, insanların cibinə ziyan verir də. Yəni bu xeyirli bir şey deyil. Yəni təbii ki, köhnə qiymətə qalsa, qayıtsa da yaxşı olar. Əslində razı deyiləm sözdən çıxır. Çünki düşünürəm, əslində digər ölkələrlə müqayisə edəndə bizdə kifayət qədər yüksəkdir və xüsusilə əgər biz roaming paketi alacaqsa, xüsusilə yüksəkdir qiymətlər. Və mən düşünürəm ki, hal-hazırda bir 40% aşağı olsa, onda bəlkə normal olar. Çünki nəzərə alsaq ki, Azərbaycan minimum əmək haqqı nə qədərdir? Onda bu qiymətlər həqiqətən baha olur. Xeyr. O qədər qaldırdılar qiyməti. Bir də telefonu açırsan, bağlayırsan, uje internet yoxdur, bitir. Hə, amma çox bahadır internetlər. Məncə qiymətlər bahadır digər ölkələrə baxanda. Başqa dövlətlərə baxanda bizim qonşu keçmiş Sovet məkanını götürəndə Bakıda bahadır nisbətən. Keyfiyyət aşağı, qiymət də yüksəkdir.